Yəni bir gənəyə qayıtmaq istəyirəm. Gənə çox önəmlidir çünki sızanaq deyiləndə nədənsə ağla, yəni adi sızanaq, əriyənlik dönəminin sızanağı gələndə gənə ağla düşür. Yəni buradan söyləmək istərdim ki, gənə hər bir insanda var. Bu bir zərərsiz, insana zərəri olmayan kompensat bir parazitdir. Deməli, gözənəklərdə, yağ, az öncə söylədim, yağ vəzlərində yaşayır özü üçün. Yəni heç bir zərəri yoxdur bu parazitin. Amma iki dənə xəstəlik vardır ki, daha çox o xəstəliyin əmələ gəlməsində bu və ya digər yollarla deməli səbəb ola bilər. Bu az öncə çəhrayı sızanaqdır, yəni rozasiyadır, hansı ki bu əriyənlik dönəmi sızanağı heç bir əlaqəsi yoxdur. Və bir də demodikozisdir. Bunlar da tamamilə ayrı bir-birindən, yəni kliniki olaraq bu xəstəlikləri ayırt etmək olur. Yəni xüsusi bir tutaq ki, sızanaq xəstələrində məsələn, adi sızanaq, yeniyetmə dönəmində çıxan sızanaqlı bir xəstədən gənə götürücü təbii ki, orada çıxa bilər. Amma bu o demək deyil ki, bu sızanaq o xəstəliyi, bu parazit bu sızanağın əmələ gəlməsində iştirak etmişdir. Yəni, bu sadəcə reaktiv bir dəyişiklik ola bilər. Yəni, üzdə hər hansı bir dermatoz əmələ gələ bilərsə, gəlirsə, yəni oradan bir bu gənə analizi, yəni Demodex, gənənin adı, elmi adı Demodexdir. Demodex folliculorum. Yəni o analiz götürsə orada pozitiv çıxar. Yəni 10-dan 15-dən daha çox sayda bu parazit aşkarlana bilər. Yəni bu da reaktivdir. Reaktiv bir dəyişiklik. Yəni bu o demək deyil ki, bu parazit sızanağın əmələ gəlməsinə iştirak edir. Bəzən təəssüf ki, pasiyentlər bu Demodex səbəbi ilə çox ağır, uzun müddətli müalicələr alır ki, hansı ki bu heç ehtiyac da yoxdur, doğru da deyil, faydası da yoxdur. Çoxlu sayda maliyyə xərclənir. Yəni xəstələr görmüşəm, yenə təkrar eləmə, yəni belə kitab qalınlığında reseptlərlə gəlir ki, hansı ki... Bir də o reseptlərin içində olan dərman preparatları, hansı ki, onun elə çox böyük bir vəsait də alınması və lazımsız şəkildə... Və təəssüf ki, çoxsu da, yəni heç bir, baxırsınız ki, bitki tərkibli, yəni mənşəyi olmayan bitki tərkibli, homeopatik dərmanlar və yaxud sistemlər, müxtəlif solüsyonlar istifadə olunub. Halbuki bunlar sızanağa müalicəyə heç bir faydası yoxdur. Yeri gəlmişkən doktor,